Selamun aleyküm. Selamun aleyküm. Əziz və hörmətli dostlar. Xoş gördük. Çox sevinirəm ki, xidmətinizdeyiq. Bilirəm bu günləri çox şuluq gündür və içəridə çox qoğa var, inqilab var, savaş var, insanlar yaralanırlar, ölürlər və biz doğrusu desəm təfavutsuz duranmarıq. Onun üçün bəlkə bu günləri dostlardan bir çoxu klasa gəlməyələr. Mən ümid edirəm, amma oradan mümkün dostlar gəlsinlər. İttifaqən mənim bugünkü bəhsim də, teorik bəhsim də çox ona ilgili olacaqdır. İstəyirəm ki, xəbərnigarın şeyindən danışam. Məsuliyyətindən və vəzifəsindən danışam. Yəni, bir xəbərnigarın əsli vəzifəsi nədir və məsuliyyəti nədir? O zaman ki, biz danışqaha gedirdik, bizim ustadlarımız bizə öyrədirdilər ki, xəbərnigarlıq bir təxəssüsdür. Eyni döktürlüğə tay, eyni diş həkimliyinə tay, eyni mühəndisliğə tay, mekanikçiliğə tay, bunlara tay bir dənə təxəssüsdür. Və siz ya öz dükanınızı açacaqsınız, iş yerinizi açacaqsınız, ya da gedəcəksiniz bir ayrı yerə istihdam olacaqsınız. Ya bir ayrı adama, ya bir ayrı şirkətə, idarəyə istihdam olacaqsınız. Təxəssüsü qoyacaqsınız onların ixtiyarında. Və sizə fərq eləməz ki, hətta bu Döşkür Qəndi, Allah rəhmət eləsin, Hüseyni Qəndi öldü, getdi. O deyərdi ki, sizə fərq eləməz ki, bir mühəndisə fərq eləməz ki, ona desinlər zindan düzət, ya desinlər ki, bir dənə mədrəsə düzət. Sən təxəssüsün bənnadır, ya memarsan, ya mühəndissən, ya tərrahsan, hər nəsən, o işin gərəyin yapmalısan. İş sahibi səndən nə istəyir, o işi qəbul eləməlisən. Mən həm o kilaslarda, həm də sonra yaşayışımda bu nəzəri qəbul eləmədim və eləmirəm. Məncə xəbərnigar və xəbərnigarlıq ittifaqən o zamandan İranda dalga gedibdi və millətə xiyanət eləyibdi. Çünki mən elə İranda olarkən bir məqalə yazmışam, bəlkə 20 il bundan qabaq, yazarların və xəbərnigarların xiyanəti. Bəzilər deyirlər ki, roşənfikr xaindir, nə bilim, roşənfikr Amerikayı, roşənfikr Rusi, roşənfikr İngilisi, roşənfikr Fransəvi filan, belə bir şeylərə bölürlər. Ya Cəlal Əhməd bölür qərbzədiciyə məsələn. Mənim nəzərimə bunların hamısı çox bir əhməqanə fikirdir. Roşənfikr bir insan, bir mənası vardır, onu bəlkə bir ayrı cəlsədə danışarıq, amma o adam ki, gedir, məsələn, Kanadaya, Amerikaya, Avropanın bir məmləkətinə ya Asiyanın bir məmləkətinə gedir, orada dərs oxuyur, məsələn, bir təxəssüs alır.
Təbii ki, o məmləkətin qanunları ilə tanış olur. O məmləkətin inkişafı ilə sənət, fikr, ictima, əxlaq, insaniyyət, qanun inkişafları ilə tanış olur və onu öz məmləkəti ilə müqayisə edir. Məsələn, İranla. Görür ki, nə fərqi vardı bu iki məmləkətin. Birində mən doğulmuşam, yekəlmişəm, oralıyam, birində musafir gəlmişəm, dərs oxuram, təxəssüs alıram. Buraya ilə oranın nə fərqi var? Bu fərqləri həm görür, həm yaşır hər ikisində. Birinci dəfədir ki, insan eləyə bilir, bir dənə alim insan, bir dənə mütəxəssis insan, bir dənə ağıllı insan heç olmasa, eləyə bilir ki, iki camiəni ləms elədiyi üçün, yaşadığı üçün bir-birdən müqayisə eləsin. Mütəəssifanə bizim İranda müqayisələrin hamısı qeyri-elmi, qeyri-insanidir. İnsanlar məsələn heç vaxt Kanadaya gəlməyiblər, amma Kanada İrandan dalı bir yerdir. Kanadada əxlaqsızlıqdır. Hər yer fahişəxanadır. Hər yer fulandır, bəhmandır. Amerika dünyanın ən pis yeridir, cəhənnəmdir, fulandır, bəhmandır. Avropa da o cürdür. Hər yerə gəlsiniz, insanlarda əxlaq yoxdur, əxlaqsızdır, arvadlar açıqdılar, qızlar filan da. Sadəcə İran o təsviri ki, radio, televizyondan verir və təbliğat edir insanların zehninə ki, getməyin xariciyə, xaricə belə əxlaqsızlıqdır, filandır, bəhmandır. İnsanlar sadəcə bunu düşünürlər. Və bunun əsasında getmədiyi yerləri, yaşadığı yerindən ki, İrandır, müqayisə edirlər. Bu müqayisə nə düzdür, nə doğrudur, nə düz ola bilər. Mütəəssifanə bir Rıza Palanidən bu üzə bir dənə cərəyan İranda yarandı. O da budur ki, hər kəs getdi Avropaya gəldi, oradakı təxəssüsü, gördüklərin, inkişafın, əzəmətin hər sahədə gördü. Onu gəldi, istədi məmləkətdə o haqda bir quruh yaratsın, bir iddia adamları bir yerə yığsın, onların zehnin aydınlaşsın, onlarda bir hərəkət hissi yaratsın. Onu fori bağladılar. Bu adam filan Rusludur, bu adam Rus nökəridir, Amerika nökəridir, İngilis nökəridir, Fransa nökəridir, Alman nökəridir, nə bilim oranın Çin nökəridir, Japon nökəridir, hər yer nökəri oldu adamlar. Ta icazə verməsin, dövlət əvvəl bu işi gördü, icazə verməsin. Demokrasi, azadi, dövlətin inkişafın, teknolojinin qabağını almaması, bəlkə onu təşviq eləməsi üzə çıxsın. Bunun üçün həm şah dövründə, həm molla dövründə demək olar, onlar ki, istəyiblər camiədə bir hərəkət yaradalar. Bu hərəkət siyasi ola bilər, fikri ola bilər, ictimai ola bilər, hüquq və insan haqlarında ola bilər, demokratik haqqında ola bilər, azadlıqlar haqqında ola bilər. Bunların istəyib yaratsın bir cəryan, ən azı budur ki, deyiblər, bura framasondur. Yəni, framason olanda bu adam məmləkətinə xidmət edə bilməz. Adam biri getdi Amerikada, məsələn, Cumhurixah ya Kanadada filan hizbin üzvü oldu, ya İngilistanda ya filan da. Bu adam qeydib öz məmləkətinə xidmət edə bilməz. Orada bir orqanayzı ya bir təşkilatı nə cür qrup, nə cür işlətmək, nə cür o fikri qabağa aparmağı örgəşmək günahdır. Bu belə bir şeylər bais oldu ki, İranda Pəhləvi və ittifaqən və Xamneyi dövründə insanları bu dairəyə təsir qoymaqdan, təsir qoymaq dairəsindən insanları çıxasınlar eşiyə. İnsanlar əməldə qoydular, işdən kənara qoymadılar camiədə bir tədad insanları, həm də volonter olaraq, yəni dav tələbana, ürəyi istəyir ki, millətə köməklik eləsin, onların düşüncəsini dəyişdirsin. Qoymadılar bunlar hərəkət eləsin. Niyə? Hərəsinə bir ittiham vurdular, qoydular kənara. Dedim, bu Cəlal Əhməddə Qərbicədəki kimi şəriətdə də eyni həman cür bir vardı və mollalarda ziddidinlik məsələsini ortaya qoymaqla. İndi əgər siz gələsiz, bu iki dövrəni, yəni keçən 100 ili, 1300-dən ta indiyə qədər, bu 97 ili müqayisə eləyəsiz.
Qacar dövrü ilə Nasiruddin Şahdan ta Qacarın sonunacan görərsiniz ki, o zamanın nəfti yoxdur, imkanatı yoxdur, gəlgət çox çətindir, çox vaxt atla, dürüşkə ilə, daşqa ilə getməkdə o üz bu üzə. O vəziyyətdə azadlıq, rifahdan danışmıram, azadlıq, freedom of expression, əqidəni və fikri və düşüncəni azadca yazmaq, yaymaq, danışmaq, təşkilatlanmaq, hüquq insani haqlar. O haqlar ki, qanuni əsasidə gəlir, qəvanin mədənidə gəlir, ondan sonra qəvanin cəzaidə gəlir. Onları o zamanından indiki ilə müqayisə edin. Yerlə göydən fərqi var. Çünki onda Qacar hakimiyyəti, Türk hakimiyyəti icazə verirdi insanlar düşüncələrin və təcrübələrin. Əlbəttə, bir yana da burada bir parantez arasında deyim. Qacar dövründə Qacar şahlığı danışçılara pul verirdi. Dedim, nəf yoxdur, falan yoxdur. Burs verirdi və bunları göndərirdi dünyada dərs oxuya. Amma deyirdi ki, siz hər adam ki, buradan gedir, 2 dənə lisans almalıdır. Yəni 2 dənə mühəndislik almalıdır və 2 riştədə dərs oxumalıdır. Bunun üçün o dövrdəki mühəndislərimiz vardı. O dövrdəki mühəndislər hamısı demək olar ki, 2 riştədə təxəssüsləri vardı. İstisnaən içində heç kəs yoxdur ki, 1 riştədə təxəssüs olsun. Eyni halda diqqət buyurun, Qacar dövrü Riza Palani dövrü deyil. Məhəmməd Rizalı Palani dövrü deyil. Xümeyni Palani dövrü də deyil. Xameneyi Palani dövrü də deyil. Bəlkə bir dövrüdür ki, o dövrdə əlifba yazmağı insanlar başarmırlar. Yazmağı əslən başarmırlar. Yəni, məsələn, deyərlər ki, yazın su, bilmirlər ki, su, məsələn, sin və vavı yazsaz, yapışdırsaz bir-birini olar su. Çünki o dövrdə əslən şey yoxdur. Yazmaq yoxdur. Savat yoxdur. Bir də adamlar gedirlər ərz eləyim xidmətinizə, məktəblərdə əlif zəbərə, vezir falan oxurlar, amma elə bu həddə də bundan izafiyə keçmir. Və bu həddə qalır. Amma o adamlar gedirlər, cəlib budur, Fransada bir xatirəni oxurdum ustadlarından, o dövrünün ustadlarından, deyir ki, İrandan gələn danışçılar qələmi əllərində tutmağı başarmırlar. Əlifbanı nə ərəbcə, nə farsca, nə heç dildə başarmırlar. Buradan gedəsən, orada 4 ildə mühəndis olasan şahkardır. Həm əlində qələm tutmağı öyrəşəcəksən, həm əlifbanı öyrəşəcəksən, həm də gedəcəksən 12 il əvvəl ibtidaidən Dəbiristanın axırınəcən oxumaqları da oxuyacaqsan, həm də gedəcəksən, mühəndis olacaqsan. Gələcəksən, o məmləkətdə darülfünun yaradacaqsan, mədrəsə yaradacaqsan, iş yaradacaqsan, filan eləyəcəksən, zirbənaları, payaları, bünövrələri tökəcəksən, camiəni hazır eləyəcəksən, geçsin qabağa. Bu, o dövrdə olan işdir. İndi qeyd edək vəzifə və məsuliyyət xəbərnigar nədir? Dedim, İranda Riza Palanidən bu üzə Qacar dövrünə fərqi budur ki, məsuliyyətlər dəyişdi. Qacar dövründə ruznamələri daş üstə qazırlar. Keçən dəfə danışanda o dedik ki, nəqr kəlməsindən gəlir neqar, xəbərnigar nəqr kəlməsindən gəlir və nəqr yəni daşı qazmaq və daşın için yontalamaq, orada əlifbanı, kəlmələri yazmaq və onlardan cümlə düzəltmək və o cümləni sonra üstünə daşın rəng çalıb onu qoyub kağız üstünə, buna daş kağızının çapı deyirdilər. Daş çapı. Çapı səngi, daş çapı. Çap da türkcədir, bir kəlmədir, o da onu deyir. Ərz edeyim xidmətinizə,
Qacar dövründə ruznamələri, məsələn, dedim, savad azdı insanlarda, amma məsuliyyət yuxarıdır. Çünki insanlar bir-iki yerdə sahədə təxəssüsləri var, dünyanı görüblər. İndi bilirlər İran, məsələn, Məmalik Məhrusəy Qacar -10-dadır, dünyada +10-dadır. İstəyirlər Məmalik Məhrusəy Qacarı bu nöqtədən bu nöqtəyə gətirərlər. Yəni, istəyəsiniz bir məmləkəti 10 dərəcə ziri sifrdən 10 dərəcə yuxarı sifrə gətirəsiniz, 20 dərəcə fərqi vardı heç olmasa. Bura görün, bunu düşünmək əvvəl məsələdir. Əvvəl bunu düşünək ki, İran nə qədər dünyadan dalıdır indi. Sonra buna özümüzə məsuliyyət verək ki, mənim məsuliyyətim, yəni hər fərdin məsuliyyəti budur. Bunu 1 dərəcə heç olmasa gətirək yuxarıya ilə -9. 1 dərəcə yuxarıya gətirək 8. Ya əl-ələ verək bunu gətirək -10-a. Qacar dövründə camiədə bu fikir var ki, Məmalik Məhrusəy Qacar dalıya qalıbdır. Bizim hamımız, əlbəttə bu əvvəl rəhbərlikdə bu fikir var. Çünki Qacar dövründə şahlar özləri müsafirət elədilər dünyaya. Dünyanın bəzi şahlar 18-20 dana məmləkəti getdi, gördü. Orada yaşadı əslən aylar, günlər və oranın texnoloji xiyabanlarda dolandı, karxanalara getdilər, dünyanın texnolojisini gördülər, xiyabanları gördülər, gəlcəkləri gördülər, texnolojini gördülər və o texnolojidən nümunələr aldılar. Qacar dövləti çox pul alıbdı dünya bahlarından gedib səfərə. Gedibdi, görübdü ki, Məmalik Məhrusəy ki, o oranın şahıdır, 10 dərəcə sıfırdan aşağıdır. Məsələn, Məmalik Amerikaya, Avropaya, Rusiya ya hər yer 50 dərəcə sıfırdan üstədir. Gəlibdi şah özünün əncizəsi var, əlaqəsi var ki, camiəni buradan gətirə bura. Öz mənafiyi üçün hətta. Yəni şahın da, o rəhbərin də özünün gərək mənafiyi ola, deyə ki, mən bu camiəni buradan bura aparmaqda mənim mənfəətim nədir? İran hökumətinin belə bir mənfəəti yoxdur. Bunun üçün də belə bir şeyin dalısından getmir. Amma Qacar dövlətinin bir mənfəəti var idi. Mənfəəti budur ki, 150 il şahlıq eləyəcəkdilər, 200 il şahlıq eləyəcəkdilər, 500 il şahlıq eləyəcəkdilər, istəmirdilər əldən verələr. Onun üçün də bu əncizələri var idi. Bunun üçün də adamlar ki, orada dərs oxudular, gəlirdilər, onlara icazə verirdilər ki, gördükləri təcrübəni ki, 50 idi, də əlavəyə 50 məmləkətlərdə o gördüklərin -1000 dərəcə ziri sifr İranda yerə otursunlar, onu işlətsinlər, o təcrübəni hamıya öyrətsinlər. Buradan məsuliyyət çıxır. Buradandır ki, Qacar dövründə daş ruznamələr, daşla çap olan ruznamələrin sayı indiki İranda, indiki Təbrizdə, Azərbaycanda çap olan ruznamələrin 100 qat sayıcandır. Əlbəttə, indi ruznamə, məsələn, həmşəhri vardı Tehranda, bəlkə 1 milyon, 500 min, neçə 100 min çap edir, onu bilmirəm, amma məsələn, o 1-2 dana ruznamələri çıxaq ki, indi Rəngidir, filandır, Bəhmandır və Agəhi ilə filanla, İş Tabbağıyla, Zadla biraz şeylər. Amma onların içində nə fikir var? Ruznamənin içində fikir olmasa dərdə dəyməz ki. Dünyanın hər yerində ruznamə fikirdir. Əslən, deyiblər ki, xəbərniqari ya azadi mətbuat, yəni azadi xəbərniqar, məsuniyyət xəbərniqari, bundan görədir ki, bunun həm vəzifəsi var və həm məsuliyyəti var. İranda xəbərniqar var, nə vəzifəsi var, nə məsuliyyəti var. Bu dövrdə Riza Pahlavi dövründən dedilər ki, gərək millət bilməyə ki, məmləkət ziri sifridir. O birisi məmləkətlər sifridən yuxarıdadır, 10, 20, 50. Bunun üçün xəbərniqarın vəzifəsi oldu nə? Mühəndislik. Roşənfikirlik yox. İranda roşənfikirliğin anlamı dəyişildi. Çünki xəbərniqar və roşənfikrin həm vəzifəsi var, həm məsuliyyəti var. Vəzifəsi nədir? Vəzifəsi budur ki, camiə görsün sifrdən necə dərəcə aşağıdır dünyadakı məmləkətlərindən, qabaqda gedən məmləkətlərindən, Amerika ilə, Avropa ilə, Japon ilə, Çin ilə, İranın nə qədər fasiləsi var? İran hardadır, dünya hardadır?
Onu gəlsin, xətti çəksin, desin bura orta yer, burada İrandır, mənfi 50, burada da Amerikadır, müsbət 100. Mən heç olmasa bu camiəni mənfi 50-dən gətirim Türkiyə səthinə. Mən heç olmasa bu camiəni mənfidən gətirim Ərəbistan səthinə. Heç olmasa mən bu camiəni gətirim İmarat səthinə. Mən bu camiəni buradan gətirim Kuba səthinə. Mən bu Kuba yox, bəşrin, Vietnam səthinə. Mən bu camiəni buradan gətirim Kore səthinə. Kore Cünubi. Bu bir hissidir ki, gərək hər insanın içində olar. Amma o zaman ki, Rıza Pahlavi dövründən başladılar, xəbərnigarları və azadlığı və fikri öldürdülər. Xümeyni də gəldi, onu daha dərin elədi. Oradan başlandı nə mənə? Əgər silə bilsək bunları, mütəəssifanə. Ərz eləyim xidmətinizə, oradan ki mümkündür. Çoxu silinmir, getmir. Ərz eləyim xidmətinizə, pəs vəzifə oradan çıxır düşüncədə. İnsan düşündüyü qədər vəzifəsi vardır. İslamda da, Quranda da bir ayə var, deyir ki, la yükəllifəllahu nəfsin illa bivus'aha. Hər insanın düşündüyü qədər. Vus, yəni əndazəsi də, böyüklüyü, kiçikliyi, yəni nə qədər insan inkişaf edir zehni. İndi bizim İslamla işimiz yox, amma insanların vəzifəsi o qədərdir. Məsuliyyətləri nə qədərdir? Məsuliyyətləri vəzifədən çoxdur. Məsuliyyətləri, baxıram ki, bəlkə bu yarım saat teorini geçməyək. İndi İranda bu günləri, qeydaq gələk bu günə. İranda əl-an etirazlar var, xiyabani nümayişlər vardı, insanlar çıxıblar xiyabanlara, bir şey istəyirlər. Ümumi millət, savadsız millət, karigərlər, bekarlar, işsizlər, 1000 dana müsibətləri olanlar çıxıblar xiyabana. Şuarları mən yazmışam bəzilərin. Deyir ki, diktator, bora qomşu. Mərcbər diktator. Yəni bunların istəkləri demokrasidir, millətin əhəmmiyyətidir hökumətdə. Amma bu günləri jurnalist və roşənfiç bunu düşünəmir. Yəni İranlı bir roşənfiçrin düşüncəsi yoxdur. Hətta onlar ki Amerikada yaşırlar, mütəəssifanə. Onlar ki Kanadada yaşırlar, mütəəssifanə. Onlar ki Avropada yaşırlar. İllərdir bunlarda işləyirlər, çalışırlar, bəzisi işləmirlər, dərs oxurlar, bəzisi nə işləyirlər, nə dərs oxurlar, dövlətdən yeyirlər, yatırlar. Allahdan ötürü bunlar bu 30 ildə, 40 ildə ki bəziləri gəliblər Amerikaya, Avropaya, Kanadaya, hər yerə gəliblər, demokrasi ilə tanış olmayıblar. Demokrasinin mənasını düşünməyiblər. İrandan çıxdıqları durumda donublar. Bəzi filmlərdə vardı, deyirlər ki, insanları öləndə, ya elə dirikən salırlar bir şeyə, bir dəstgaha, nitrojenin içinədir, nəyin içinə salırlar. Adam elə ora düşəndə, məsələn, 250 dərəcədə donur. Saxlayacaqlar, 1000 ildən sonra adamı dirildəcəklər. Bu adamlar da İrandan çıxanda, İranda donublar, çıxıblar, gəliblər, burada donları da açılmır. Bu camiədə, bu vəziyyətdə roşənfikr olmaz. Onun üçün görürsünüz ki, küçədə, xiyabanda millət çıxır, dalı qalmış şəhərlərdə. Lazım qədər iş yoxdur. Bəzi adamlar aylar xanəvadəsindən, ailəsindən, arvadından, uşağından uzaq olur ki, iş tapsın, işləsin, gətirsin, arvad uşağına çörək gətirsin. Belə bir durumda aylarla ruznamə oxumazlar, şükür oxumazlar. Əgər onlar İran ruznaməsi oxusaydılar, İranda yazılan kitabları oxusaydılar, bu günləri mərcbər diktator deyənməzdilər. Çünki o roşən fikri ki, xəbərniqardır,
O roşənfikir ki, İranda kitab yazır, roşənfikir deyil. Qara fikirdir. O fəqət zehnləri məsmum elər, zehnləri mərizlədər. Bu adamlar ki, bu günləri çıxıblar xiyabanlara, baxsaz bunların içində roşənfikir yoxdur. Bunların içində hizb adamları yoxdur. Bunların içində nə Nehzət-i Azadi var, nə Milli Məzhəbi var, nə Mücahidin İnqilab-ı İslami var, nə Sazman filan var, nə Sazman Bəhman var, nə Sazəndəci var, nə iqtidar var, heç birisi yoxdur. Bunlar adi millətdirlər ki, roşənfikirdirlər. Vəzifələri nədir? Diktatorluqla mübarizə eləmək, özünə vəzifə bilir, gəlir xiyabanda ölür ki, vəzifəsi nədir? Diktatorluqla mübarizə eləməkdir. Amma roşənfikir, ruznamenigar, kitab yazan, ustadi danışgah, müəllim hardadır? Axı qərardır bunlar roşənfikir olalar. Bunlar məsuliyyəti roşənfikir camiədir, camiəyə deməkdir ki, diktatorluq nədir, ondan mübarizənin yolu nədir filandır. Niyə İranda bu günləri görmürük ki, bir ustadi danışgahlar gəlsinlər, xiyabana etiraz eləsinlər? Görmürük hizblər gəlsinlər. Belə hizb var, 30-40 dana sərasəri hizbi var İranda. Əncümənlər var, təşkilatlar var. Niyə onlar yoxdular? Niyə heç əncüməni İslami, əncüməni elmi, dini yoxdur? Niyə fəlsəfə ustadlarının əncümənləri yoxdur? Niyə məcəllələr və ruznamələrin imzası yoxdur bunlarda? Çünki bunlar roşənfikir deyirlər. Çünki bunlar həm özləri roşənfikir deyirlər, həm də fikirləri məsmumdur. Bunlar gəlsələr millətə desələr, deyəcəklər qeydin ora. Məhəmməd Rza Xatəminin mənim boynumda böyük minnəti var. Mənim geçmiş xanımıma əməl eləyibdi, ona mən borcluyam. Amma dünənləri adam gəlir əvəzin ki, deyə, ağa, millətin haqqıdır azadlıq. Gəlir deyir ki, bunlar ki, xiyabandılar, bunları sipah-pasların tanısın, tutsun. Təbii ki, qardaşı da belə düşünür, təbii ki, bunun yoldaşları da belə düşünür. Bunların mənafii, o zaman da ki, islah tələbliq edirlər, islah tələbliq deyil. Bunların mənafii nəfdən nə qədər mənim cibimə gələcəkdir. İslah tələb və mühafizəkar sipah-pasların və dövlət-i ruhaninin davası bu deyil ki, məmləkətdə azadlıq olsun, iqtisad qabağa geçsin, rifah qabağa geçsin. Yox, kim nə qədər cibinə dolduracaqdır? Kim nə qədər azadlığı olacaq, milləti çapsın. İnqilab İslamidən bu günə qədər mühafizəkar olsun, radikal olsun, İslamçı olsun, zidd İslam olsun, demokratisi olsun, İranı deyirəm ha. Hamısı istisnaən, hamısı, içində istisnası yox. Zidd-i azadi, zidd-i demokrasi, zidd-i hüquq-i bəşər, zidd-i hüquq-i insanlar və nəcatlar və millətlər. Mümkün bunlar. Təbii ki, bunlardan heç də bəs İranda roşənfikir niyə yoxdur? Çünki roşənfikirlər yığışarlar, məsuliyyət fikirlərlər ki, camiəni. Məsələn dedik, İran 10 dərəcə ziri sifridir. Bunu 10 dərəcə sifrin altından aparacaqlar haraya? Bunu mən tez silim, ələn qorusa getməyəcək. 10 dərəcə sifrin altında İrandır. Bunu aparacaqlar məsələn 50 dərəcə sifrdən yuxarıya. Bu hissi məsuliyyət nədədir? Qanunumuz hardadır? 1400 il bundan qabağın qanunudur. Qeyri-insanidir. Arvadla kişi bərabər deyil. Uşaqlar həman qanunla mühakimə və mücazat olurlar ki, 50 yaşında, 60 yaşında, 70 yaşında arvadlar kişilər. İnsanların azadlığı yoxdur, hüququ yoxdur. İnsanların iş haqqı yoxdur. İnsanların əmniyyət haqqı yoxdur. Əmniyyətin ən başı budur ki, sən o qədər aramış eləyəsən ki, fikrin əslən hətta təzyiyə tələbli deyə. Heç kəs Günas TV ilə gəlib müsahibə eləmir. Çünki deyir, mən gəlsəm orada təzyiyə tələblər televizyonuna gedəcəm. Adam bu qədər fikirlə müxalifdir ki, deyir, mən birdən gedərəm, görüşərəm ki, bir fikrin tərəfdarı kimi görünərəm. Elə bilin ki, danışqahda, məsələn, mənim fikrimlə, mən ki, istiqlalçıyam, mənim müxalifim səltənət tələbdir, ya İrancıdır, hər kəsdir, gəlirik bir münazirə verək. Deyirlər, bu münazirəni eləməyək, çünki münazirəni eləsək, belə görünər ki, mən onun tərəfdarıyam getmişəm ora.
Belə bir cəmiyyətdə imkansızdır roşənfikri yaşansın. Bəlkə roşənfikri belə bir cəmiyyətdə əzilər. Xəbərnigarın vəzifəsi, roşənfikr xəbərnigarın vəzifəsi və məsuliyyəti nədir? Vəzifəsi budur ki, cəmiyyəni 10 dərəcə sıfırdan altdan gətirə 10 dərəcə, 50 dərəcə sıfırdan yuxarıya çalışa ki, onu bura gətirə. Bunun üçün də tamami həzinələri verməyə hazırdır, fədakarlıq eləməyə hazırdır. Roşənfikr o adamdır ki, bu fərqi məmalik tövsiyə yaftı və məmalik əqəb manda geri qalmış məmləkətlərindən qabağa keçmiş məmləkətləri, inkişaf eləmiş məmləkətlərin fərqini görər. Fərz buyurun ki, bura İrandır. Dedik -10. Burada Japondur. Heç ayrı yeri misal vurmayaq. -60. Tamam. Xəbərnigar, roşənfikr və xəbərnigar, ustad danışgah, müəllim, hizb quranlar, hizblərdə fəaliyyət eləyənlər, islah tələb olsa, islah tələb vaqei, nə İrani, Farsı islah tələb demirik. O adam gələr deyər ki, mən dünyanı gördüm, getdim, dərs oxudum, gördüm, kitablardan heç olmasa gördüm, gedə bilməsəm ki, dünyada, məsələn, İran buradadır, Əfqanistan buradadır, məsələn, -5'dir, Pakistan -3'dir, Əraq deməyək, məsələn, Suudi -4'dir, nə bilim, Kuveyt -11'dir. Bura 0 fərz eləyin də buranı. 0. Bir yol. Gedir bura, məsələn, deyək ki, Türkiyə -24'dür. Beləsi gedin qabağa. Orada məmləkətlər, müxtəlif məmləkətləri qoyun bura. Deyin ki, burada, məsələn, İranla müqayisədə burada Vietnamdır, məsələn, 33'dir, 32'dir. Bir yol. Roşənfikr odur ki, və xəbərnigar odur ki, dünyanın məmləkətləri bu xəttə görə. Ondan sonra deyək ki, İran nələrdə bunlardan dalıdır? Nə qədər dalıdır? Əfqanistanda, bəlşin, Əfqanistanda ki, -3'dir, İran -10'dur, -10'dur, bura Əfqanistan -10'dur. Burada millətlərin dil haqqı var, mədəniyyət haqqı var, azadlıq haqqı var, qanunun dəyişmə haqqı var, intixabat düzdür, seçkilər düzdür. Bunları görər, deyər, okey, mən istəyirəm İranı yetirəm Əfqanistan həddinə. Bu bir vəzifə olar. Bu bir məsuliyyət olar. Vəzifəsi görmək və sonra onu aparmaqdır. Ya gətirirəm Vietnama yetirəm, ya istəyirəm gətirəm Türkiyəyə, ya istəyirəm gətirəm, məsələn, Kuveytə burada qoymadıq, məsələn, Kuveytə yetirəm. İstəyirəm deyəm ki, vəzifə, roşənfikr hardan gələr? Əslən, roşənfikrin anlamını deyək, və sonra məsuliyyətin deyək. Roşənfikr oradan gələr ki, eləyə biləm öz məmləkətin, yəni İranı, o birisi məmləkətlərlə bir müqayisə eləyə. Dedik, məsələn, bu Əfqanistandır, bu Əraqdır, beləsi də gedək o başınızı ağrıtmayın. Gərək bu fərqləri görə, sonra deyək ki, mən istəyirəm İran, dalı qalmış İranı aparam bura. Bu birinci mərhələdir. Ondan sonra düşünmək şərti var. Gərək düşünək ki, niyə dalıya qalmışıq? Bizim zehnimizə nə soxublar ki, bizim zehnimiz əvəzin ki, gedək Japona yetişək, qalmışıq, Əfqanistandan da dalıya qalırıq. Əraqdan da ki, neçə ildir davadadır, dalıya qalmışıq. Kuveytdən dalıya qalmışıq, İmaratdan dalıya qalmışıq, Ərəbistandan dalıya qalmışıq, hamısından dalıya qalmışıq, getmişik ora. Qalmışıq burada. Bunu düşünmək niyə belədir? Bu niyə belə demək roşənfikrim sualdır. Niyə İran dalıya qalıbdır? Biz -10'uq, Əfqanistan -5'dir, Əraq -3'dür, məsələn, Ərəbistan +4'dür.
Amma İran dalıdır. Bunun ki sualı özündən soruşur. Niyə biz dalıya qalmışıq? Nə amil bais olur bizim fikrimiz atılmır, tosaya tapır, roşan fikrin birinci sualı başlar. O zaman ki başladı, volunteer olaraq. Yəni o zaman mali baxmır ki, mən nə qədər buradan çıxarım var, nə qədər pul qazanıram, nə qədər mövqeyiyyət ictimaim var. Çünki cami'i ki dalıdır, diqqət buyurun, o cami'i ki əqəbmandədir, İran, orada taza fikri gətirmək, köhnə fikrin əleyhinə bir inqilabdır. Əfqanistanda olan tazalıqları İrana gətirmək bir inqilabdır. Məmulən köhnə fikirlər, dalı qalmış millət, taza fikrin əleyhinə inqilab elərlər. Çünki təhəmmül eləyə bilməzlər, taza bir fikir gəlsin camiyə. Bu taza fikir gəlməsin camiyə, müqavimət elərlər taza fikrinə. O adamları, məsələn, Mirzə Həsən Rüşdiyəni görürsünüz. Gəlir, axtarır ki, İranla Qərb məmləkətlərinin bu qədər inkişaflarının fərqi nədir? İran 20 dərəcə sıfırdan aşağıdır, Avropa 30 dərəcə sıfırdan yuxarıdır, vəsətdə 50 dərəcə fərqi vardır. Deyir ki, çünki orada mədrəsə var, hamı gedir mədrəsəyə, 3 ayda, 4 ayda hamı əlifbanı öyrəşir, kitabı oxumağı öyrəşirlər və elə bilə fikirlərin yazalar. Fikirlərin yazalar. Neynir? Deyir ki, gərək mədrəsə qoyaq. Təbrizdə 4 dəfə ya 5 dəfə mədrəsə tikir. Mollalar ki, qabaq fikirdə əqəbmandəlik əlamətidir. O zamanları dedim, şey yoxdur, mədrəsə yoxdur. O zaman İranda məktəbxana var. Yəni bir adam əlif zəbər başarır, gəlib oturub orada uşaqları çubuqla fələqiyə bağlır, vurur, istir onları savadlandırsın. Heç kəs də o dövrdə savadlanmır. Çünki əmməcüz oxumaqla, Quran oxumaqla savad olmaz. Savad fikir iləndir. Fikrin dəyişməyi iləndir. Karnamə ilə deyil, əlifbanı oxumaqla deyil. Mirzə Həsən Rüşdiyə hətta Təbrizdə güllə ilə vururlar. Şirazda ayağın güllə ilə vururlar, çolaq elirlər. Mirzə Həsən Rüşdiyə ömrünün axırınca çolaq qaldı, çünki 2 dənə güllə var idi qıçında. Amma özünə vəzifə nə bildi? Mən hüquq almayalaq, dövlətdən himayət almayacağım, dövlət hətta bəlkə bundan müxalif ola. Camiə, ümumi camiə İran bu fikrlə müxalifdir, çünki tazadır, taza şeyləri qəbul edənmir camiə. Bununla müxalifət eləmək üçün gəlir, deyir ki, mən mədrəsəni açacağam. Buradan Təbrizdən qovurlar, vururlar mollalar, mədrəsəsini yıxırlar, yandırırlar, qaçır gedirik Rəşdə. Orada da bu oyun başına gəlir, qaçır gedirik Bəndər-Əbbasa. Orada da başına oyun gəlir, gedir, qaçır filan yerə. Yəni, hər yerdə istir bu fikri görsün, harada müsaitdir bu fikri yaymaq, mədrəsə qurmaq, taza bir fikir gətirmək, taza bir iş gətirmək. Niyə müxalifət edirlər? Çünki qədimki mollaların, ya o müəllimlər ki, mədrəsələrdə dərs deyirdilər, onların mənafiləri xətərə düşdüyü üçün taza fikrin qabağında deyirlər ki, taza mədrəsə açsınlar, bizim mədrəsəmizə adam gəlməyəcək, bizə pul verməyəcəklər. İranda niyə qoymurlar sərasəri hizb açılsın? Niyə qoymurlar Azərbaycanda ana dili ya Kürdistanda, ya Ərəbistanda, ya Bəluçistanda, ya Türkmenistanda ana dili dərs oxusun? Çünki Farsda ki, dalıya qalmış bir millətlər qorxurlar ki, əgər Türkü, Ərəbi, ya Bəluçi, ya Türkməni, ya o birisi dillər İranda dərs oxulursa, Farsı oxunmasın. Farsı oxunmasın. Bunlar onun üçün İranı da hazirdirlər. Tamami millətin haqqı geçsin, hüquqları geçsin, amma orada şey olmasın. Taza bir şey gəlməsin, taza bir hüquqa yer açılmasın. Bunun üçün görürsünüz, İranda ustad danışgahlar ana dilindən danışmazlar. Xəbərnigarlar danışmazlar. Hizbilər danışmazlar. Niyə? Çünki onlar dünyada Əfqanistanla İranın, Əraqın, Suriyənin, Suudi Ərəbistanın, Kuveytin, İmaratın, Dubeyin, Qətərin, Türkiyənin, Azərbaycan Cumhuriyyətinin, hətta Ermənistanın, hətta o birislərin fərqin bilmirlər, bilmədiyi üçün də bilsələr də inkar edirlər. Çünki mənafe quruhiləri
Buradadır ki, İran dalıya qalsın və orada türk dili, ya ərəb dili, ya bəlüç dili, ya türkmən dili oxunmasın, ta burada bu fars dilinin mənafeyi çox təmin olsun. Fars dilinin mənafeyi xətərə düşər əgər bu mənfəəti şəxsi və ictimailərindən ötürü nə edirlər? Gəlirlər, qoymurlar camiədə tövsiə tapsın. Onun üçün də İranda xəbərnigarlar, nevisəndələr, roman nevislər, şairlər, onlar ki, özlərin roşən fikri bilirlər, onlar ki, özlərin ustad danışqah bilirlər, onlar ki, özlərin rəhbəran hezb bilirlər, islah tələb bilirlər, mühafizə, hər nə mənə bilirlər. Bunların heç birisi istəmirlər ki, İran bu dairəyə əqəbmandalıqdan çıxsın eşiyə. Burada da ki, görürük, İranda bir məruzçılıq var. Bu məruzçılıq hardan gəlir ki, İran 100 ildir düşüb bir dənə dairəyə, yəni Qacarın son günündən. O gündən ki, Rıza Palani kodita eləyibdi, İran düşüb bir məruzçılığa, bir batılığa ki, günü gündən əvəzin ki, gedə qabağa dalıya gedir. Yəni, Qacarın sonunda İranda mətbuat azad və roşən fikr azad əsl və əsasdır. Oradan ki, qanun əsası da mətbuat rüknü, 4-cü rükn qanun əsası hökumətin ya camiənin 4-cü rüknü olur. Amma indi siz İranda 100 il, ondan 97 il getirir, Qacarın ən sonundan 97 il getir, amma İranda siz bunu görənmirsiniz ki, orada bu ittifak düşmüş olsun. Niyə ki, insanlar əgər gəlirlər Kanadadan İranın fərqini yaşırlar, görürlər. Əgər gedirlər Amerikada yaşırlar və fərqin İranla görürlər. Əgər gedirlər Ərəbistanda, gedirlər Kuveytdə, gedirlər İmaratda, Türkiyədə, Azərbaycanda, Ermənistanda, Japonda, Çində yaşırlar və o fərqləri görürlər ki, oraya ilə buranın qanunda nə fərqi var? Azadlıqda nə fərqi var? İntixabatda, seçkilərdə nə fərqi var? İnsan haqqlarında nə fərqi var? Amma görün nə təzriq olub bu insani İraninin zehninə ki, onu görür, müqayisə edir, amma gəlir bu inkar edir. Qoymur, deyir İran gərək damı həmin o dalı qalmış dairəsindəki 100 ildir qalır qala. Bu dairədən çıxmıyor eşiyə. Çünki buradan çıxsa, əgər hüquqi bəşərdən danışsaq, İranda yaşayan millətlərin haqqı ortaya gələr, haqqları ortaya gəlsə, haqqlarını alarlar, İran dağılar. Əgər türk dili, ərəb dili, bəlüç dili rəsmi dil olsa və onlarda istihdam haqqı və iş haqqı olsa, onda nə olar? Onda İran fars dili uduzar, türk dili, ərəb dili, bəlüç dili güclənər, beləliklə İran fars mənafeyi aradan gedər və yıxılar. Diqqət buyurursunuz. Bunun əsasına tamamilə roşən fikri vəzifələrlə və məsuliyyətlərinə müxalifət edirlər. Bunun üçün də İranda görürsünüz, onlar ki dərs oxumayıblar, onlar ki savadları yoxdur, onlar ki danışqaha getməyiblər, onlar bu günləri xiyabanlardadırlar. Rahpimalıq edirlər. Ölüm olsun diktatora deyirlər. Ölüm olsun ruhaniyə, ölüm olsun Xameneyə. Bunlar nədir? Bunlar sembol diktatordirlər. Bunlar diktatorun əsl rəhbəridirlər. Bunlar əqəbmandeginin, əqəb nigəhdaştə şudeginin rəhbəridirlər. Yəni geriyə qalmışlığın rəhbəridirlər. Bunlar o maşınlara, xiyabanlarda şey qoyurlar, tormuz tutsun, maşın getməsin, altı dəyər yerə deyə. Sürətgir. Xameneyi və əhzabi ki İranda vardılar, ustad danışqahları ki İranda vardılar, bunlar sürətgiri camiədirlər. Bunlar tövsiə üçün caddəni saf eləmirlər. Bunlar tövsiə olan camiədə millət adinin qabağına daş qoyurlar, siman tökürlər, ağac tökürlər, mıx tökürlər ki pançər olsun, maşını getməsin. Tövsiə tapmasın camiə. İndi görürük ki camiədə adi millət çıxıblar şəhərlərdə haqq istəyirlər. Hüquq istəyirlər. Ağa biz insanıq.
Biz insan kimi yaşamaq bizim həqqimizdir. Xanımlar, ağalar çıxıblar xiyabana. Dedim, onlar için ömürlərində ruznamə oxumurlar. Niye? Onlar için ruznamə oxumurlar. Baxın, ruznamə oxuyanlar hamısı sual soruşur. Bu Sipahi Pastaranındır, bu oranındır. Heç nə hərəkət elə istəmirlər olsun camiədə. Çalışırlar ki, camiədə bir sukun olsun. Çünki onların zihnin məsmum olubdur, o fikirlər ki, İranda vardır. Biz əgər istəyək, əgər İran istəyək, roşən fikrisi dəyişə, roşən fikr onun içində tapıla, əvvəl gərək İranla o birisi məmləkətlərin fərqlərini birə, sonra ondan sonra deyək ki, niyə bu dalıya qalıbdı İran bir belə? Ondan sonra təşxis verəcəkdir ki, geçən 100 ildə verilən fikirlər, yazılan kitablar, yazılan ruznamələr, yazılan məcəllələr, duran hizblər, fəaliyyət edən hizblər tamamen bu əsasda fəaliyyət ediblər ki, İranın geçmiş və sünnəti fikrini saxlasınlar və sünnət həmişə pişrəft ilə, tövsiyə ilə müxalif olar. Onun üçün də camiə qabağa getmir. İstəyək ki, bunu qataq qabağa gərək sünnətdən, camiədən çıxaq, İranın gərək çərçivələri sınaq. İndi İranda bir həftədir, ən azı bir ay yarımdır Əl-Əhvaz iqlimində başlayın. Bir həftədir Əl-Əhvaz iqlimində başlayın, bir ay yarımdır Əl-Əhvaz iqlimində gündə rahpimalıq vardı. Bu günləri ki, mən sizinlə danışam, 3 gündür 2 ya 3 dənə şəhər hənuz kamil təsdiq edə bilməmişəm ki, üçüncüsü də, çünki deyirlər, Durud da azad olubdu. Yəni, tamam polisi, bəsici, Sipahi Pastaranı şəhərdən salıblar, eşiyə qaçıblar, şəhər şey olubdu. Baxın, dünyada inqilablar işi demokratik olublar. Qanun istəyiblər, haqq istəyiblər, Fransa inqilabı kimi, inqilabı kəbiri Fransa, Çin inqilabı kimi, tamam inqilablar oradan çıxıbdır ki, millət və roşən fikirlər özlərinə vəzifə biliblər ki, bizə azadlıq, demokrasi, rifah, əmniyyət, hüquq lazımdır. Buradan çıxıblar xiyabanları, səngər bağlayıblar, xiyabanları çeviriblər səngərə, dövlətlə mübarizə ediblər, şəhərlərin dövlətin əlindən çıxadıblar, ta taza sistemi quralar, ta dövləti məcbur edirlər, taza sistemə boyun əyə. Əslən, inqilab buradan ona gün ki, deyirlər ki, imperatorluqdan Fransa keçdi cumhuriyə, niyə ki, eləyə millət gəldi xiyabana, dövlətin əlindən çıxartdı şəhərləri. Mədəni bir mübarizə, qardaşlar, o camiədə olar, bacılar, o camiədə mədəni mübarizə müvəffəq olar ki, millət və hakimiyyət hər ikisi mədəni olar. Əgər bir tərəf mədəni olar, bir tərəf qeyri-mədəni olar, qətlidən sonra bir şey yoxdur. Gərək onda mədənilərə deyək ki, edin camiənin ortasına, sizi vursunlar, öldürsünlər, siz də deyin ki, okey, mən gəlmişəm ölə. Heç kəs mədəni camiədə ölmək üçün fəaliyyət edəməz. Mədəni camiədə daha çox haqqı almaq üçün fəaliyyət edirlər. Bu şərtlə ki, dövlət də mədəni ola, polis də mədəni ola, əmniyyət güclər də mədəni ola, ərteş də mədəni ola. O zaman ki, ərteş və o birisi güclər mədəni deyirlər, orada mədəni söz milləti toğlamaqdan ötürü bir şey deyil və diqqət buyurun, hətta Azərbaycanlar çox diqqət buyursunlar. Və mədəniyyət sözü, mübarizəyə mədəninin anlamı təslim olmaqdır. Təslimi vəz'i mövcud ya cəbbi mövcuddur. Ağa, bu çərçivədən eşiyə çıxmayın. Bu çərçivədən eşiyə çıxsaz, məsələn, mənim indi burada bizlərlə başımı beləsi tutsam, buradan bu üzəni vurun, çünki buradan üzə ucadır. Əşağımı da kəsin, çünki buradan əşağı şeydir. Mədəni mübarizənin mənası İranda, yəni bu ki, adamların əgər başı kameradan eşikdədir, bunu kəsin. Buradan üzəsə izafədir. Əgər buradan da əşağı görsən, bunu da kəsin. Yəni, adam bu belə olar. Mədəni mübarizənin qeyri-mədəni camiədə anlamı yoxdur. Mədəni mübarizənin qeyri-mədəni camiədə mədəniyyət anlamı var. Mədəniyyət yəni şəhərliqlıq. Şəhərliqlıq yəni bu ki, əgər hökumət sənin birində həqqləri və alır, qabağında dayanacaqsan, həm də gücünlə dayanacaqsan.
Əslən mədəniyyət o zamandan tapıldı ki, insanlar deyirlər, hakimiyyətin qabağında bizim haqqımız var. Və haqqımızdan difa eləmə haqqımız var. Bunun üçün də İslamda hətta bir qanun var. Deyir ki, əgər bir nəfər mənafi mali, mənafi ictimaisinin üstündə belə can verilsə şəhiddir. Mədəniyyət İslamda bilirsiniz, Quranda da doludur mədəniyyət sözü ilə. Biz İranda mədəniyyətdən, hətta Azərbaycanda tərif ilk mədəniyyətdən verirlər, yəni təslim. Təslim vəz-i mövcud, sistem mövcud, hüquq mövcud, vəz-i mövcud. Yəni biz görə hamımız deyək ki, çünki İran dövləti bizə icazə vermir ana dili quraq, çəşm biz də qəbul edirik. Bizim haqqımız yoxdur. Ana dilimizi almaq üçün şəhrimizi səngər bağlayaq, xiyabanlarımızı səngərə çevirək, əsləhə götürək əlimizə, dövlətə deyək, ya mənim dilimi verəcəksən, ya da mənim dövlətim deyirsən. Səni yıxacağam. Baxın, o ki deyirəm, İranda fikirlər mərizdir, o mərizçılığı روشن فکر ایرانی، خبرنگار ایرانی، استاد دانشگاه ایرانی، معلم ایرانی، احزاب اصلاح طلب، غیر اصلاح طلب، dini, ضد dini, milli, qeyri-milli, bunların hamısı eləyiblər budur ki, məfhumları, kəlmələrin içindəki sözləri, anlamları dəyişdiriblər. Ondan dolayı İranda bizim düşüncəmiz mütəəssifanə mədəni hərəkətdən təslimdir. Təslimə vəz-i mövcud, hükümət mövcud, قانون موجود، تعریف از قانون موجود. O halda ki, mədəniyyət budur ki, əgər biz istiruq camiəni, qanunu dəyişdirək, sistemi siyasini dəyişdirək, bu gücümüz var. Amma bizdə indi bu güc yoxdur. Bizdə bu güc yoxdur, bu günləri gələk qanunu dəyişdirək. İran hökuməti bu icazəni vermir. Bunun üçün də görürük ki, İranda onlar için ruznamə oxumurlar, ustad danışqah olmayıblar, danışqaha getməyiblər, dərs oxumayıblar, kitab oxumayıblar. Onlar bu günləri xiyabanlardadılar. Şəhərləri səngərbənd eləyirlər, dövlətlə mübarizə eləyirlər, polisin qabağında durublar, ixtinaqın, diktatorluğunun sisteminin qabağında durublar. İndi onlar 2 dənə bancı yandırırlar, biz narahat oluruq. Ağa, o bahları bunlar tapırlar, aparırlar. 1 milyardı, 3 milyard, məzərət 3 milyard dolar adam pul qatırdıbdı. 3 milyard. Baxın görün bunun sifirlərini saya bilirsiniz. $3 milyard adam bahdən aparıb, ona biz Nigeran deyirik. 3 milyard doları yığsaz saxtımana, hər saxtımanı 100 metr eləsəz, 20 dənə çəkərək saxtıman tikəsiz 3 milyard doları qoyasız sonra. Ora narahat deyirik. Niyə? Çünki mədəni mübarizə bizə belə deyiblər ki, qəbul eləyək, bunlar oğurluq eləyirlər, işğalı yoxdur. Bu mədəni mübarizə deyil. Mədəni mübarizə bu ki, burada silah götürəcəksən, bundan savaşacaqsan ki, sənin həqqin yoxdur bu məmləkətdə mənim pulumu oğurlayasan. Əmələn şirkətlər qurulubdur, sipah-pasdaran şirkətlər qurubdur. Benamə, məsələn, Ənsari Nəmənə, Fulan Bəhman, şirkətlər işi sipah-pasdaranı bağladılar və dövlətdən icazə alıblar. Əmələn bunlar kulahbərdarlıq eləyiblər, insanların cibini boşaldıblar, mallarını aparıblar. Və İran dövləti deyir ki, siz pullarınızı qoymuşsunuz, mənfəət qazanasınız. Mənfəət qazanmamışsınız, şərik idiniz daha. İndi də bura vərşikəst düşübdür, tamam, sizin də pullarınız xoş gəldiniz. Sənin məsuliyyətin budur cami-i mədənidə. Əgər dövlətin məsuliyyəti budur, gördü ki, camiədə şey vardı, bir nəfər istir kulahbərdarlıq eləsin və bunu ağahanə bölür, onun gərək qabağını alaq. Haqqı yoxdur dövlət deyə ki, yox, mən şey eləyə bilmərəm. Baxın, bunun üçün İranda indi görürsünüz ki, xəbərnigar yoxdur. İndi görürsünüz ustadi danışqahlar, əhzab, cəmiyyətlər, siyasətmədarlar, roşən fikri bilənlər, şairlər, hamısı durublar kənarda, ya deyirlər çıxmayın xiyabana, ya da sual, əlaməti sual yaradırlar ki, qoy bu sualı qoyaq, onlar için çıxırlar xiyabana, çıxmasınlar. Azərbaycan çıxsa xiyabana nə olar? Azərbaycan çıxsa xiyabana qışqırmayacaq ki, şah, şah, şah. Qışqıracaq Azərbaycan, Azərbaycan, Azərbaycanın mənafeyini deyəcək. Amma o qədər onları ki, sistemi məyyubi şahda və Xumeynidə yaşayıblar və o ustadi danışqahların, o ruznamələri oxuyublar, o kitabları oxuyublar. Bu günləri
sadəcə insanları haqları istəməkdən əl soyutmaqdır. İşləri budur ki, əllərin soyutsunlar insanların. Çıxıb hüququnuzu istəməyin. Çıxıb şuar verməyin. Çıxıb bancı yandırmayın. Çıxıb polis sizi öldürsə öldürün. Gedin qabağa qoyun, polis sizi vursun. Günaz TV və İnsaf Əli və onlar ki, Azərbaycanda deyirlər çıxın xiyabana, heç kəs demir gedin ölürün. Deyirlər qana qan, cana can, yaşa sən Azərbaycan. Yəni ki, çıxacaqsan xiyabana, hüquqi mədəni deyəcəksən. Burada mədəni deyirdin, yazırdın ruznamələrdə, web saytlarda, Telegramda, orada burada yazırdın, dövlət eşitmir. İndi çıxacaqsan xiyabana, haqqı istəyəcəksən, verməsələr, səni vurmağa gəlsələr, sən də vuracaqsan. Oturmayacaqsan orada deyəsən ki, qoy onlar məni vırsınlar. Bu mübarizəyi mədəni eləyirəm, mübarizəyi mədəni bu ki, mən əlimi bağlayacağam, daldan deyəcəm, o da deyəcək, mən diktatorum, qanun da icazə verir, sən gəlmişsən xiyabana, mən səni öldürəm. Siz 2 nəfərdən çox bir yerə toplanmışsınız, mən sizi öldürə bilirəm. Azərbaycanda neçə gündür hökuməti nizamidir, hökuməti nizami, qanun əsasında hökuməti nizami qədəğəndir. Adın demirlər, amma hökumət nizami elan ediblər. Tamami pastorlara, baznişəstə pastorlara, onlar için cəng zamanında əlil olmuşlar, məriz olmuşlar, tekst göndəriblər, telefonda yazı göndəriblər ki, gəlin işinizin üstünə, hamımız gəlin işinizin üstünə, halət fövqəladə, vəziyyət istirari. Nəyə gəlin iş üstə? Gedəcək xiyabanda Azərbaycandan öldürək. Gedəcək Durudda, İzədə, Fəlahiyyədə, Yaşadqanda gedəcək adamlar için haqqları istəmək üçün şəhəri, xiyabanları bağlayıb da gedəcək onları öldürək. Bizim vəzifəmiz nədir? Onlar ilk özlərini roşənfikir bilirlər. Bizim vəzifəmiz budur ki, deyək, millət bir şəhərdə, dünyada, İranda adamı edam edirlər. Amerikada, Kanadada, Avropada, Avropalılar, Amerikalılar etiraz edirlər. İranlılar etiraz eləmirlər. Niyə İranlılar İranda edam olur, İranlılar etiraz eləmirlər, Avropalılar, Amerikalılar etiraz edirlər? Buna görə ki, Avropalılar, Amerikalılar inanırlar ki, insanın bir haqqı var, o haqqı almaq haqqı var, o haqqı üçün savaşmaq haqqı var. Bunun üçün deyirlər ki, İranlıların da haqqı vardı, insan kimi yaşasınlar. Onun üçün də haqqıları var, gəlsinlər xiyabana, etiraz eləsinlər. Haqqıları var, edam olmasınlar, hətta ki, cinayət eləsələr. Bizə nə deyiblər? Bizə deyiblər, yox, baş əyir. İran qanununda var, edam qəbul edin. İran qanununda var, arvadlara zülm olsun, qəbul edin. İran qanununda var, türklərə zülm olsun, qəbul edin. İran qanununda var, ərəblərə zülm olsun, qəbul edin. İndi bir də insanlar İzədə, Durudda, Fəlahiyyədə inqilab eləyiblər, şəhər getirdiblər əllərinə. İranın hər yeri deyir ki, sakit olun, polis keçsin, onları öldürsün. Bu fikir roşənfikir fikir deyil. Roşənfikir məsuliyyəti burada nə olar? Deyər, tüm İzədə, tüm Durudda, tüm Təbrizdə, tüm Xoyda, tüm Binabda, tüm hər yerdə inqilab olur. Onlar tək qalmasın deyə biz də öz şəhərlərimizdə inqilab eləyəcəyik ki, sərkub dövlətin məmurları bizim şəhərimizdən durub gedib onları yıxmasınlar. Bunu mən bir ayrıca burada diagram çəksəm, onu görsətsəm, bu günlər heç elə bilirəm ki, Ruznamə Nigarinin fəqət elə teorisindən danışacağıq, şeydən danışmayacağıq. Allahdan ötürü bu silinmir. Baxın, deyək ki, bura İrandır. Bura Tehrandır. Burada deyək beləsi də, burada İqlim Əl-Əhvazdır. Yaxçı. Bura Azərbaycandır. Bura Məsəddir. Bura Şirazdır. Bura Bəluçistandır. Beləsi. Belə hələ bir fikir qoyaq. Azərbaycanda burada hamısı. İndi burada 3 şəhərdə inqilab olubdur. Roşən fikri İrani deyir ki, ağa, sakit olun, qoyun onları dövlət geçsin, yıxsın, öldürsün. Bunlar inqilab ediblər burada. Şəhəri alıblar əllərinə. Siz girməyin ortaya. Roşən fikri İraninin sözü dövlətdə ola, xarici dövlət ola, ya İrandan eşidə opozisyon ola. Şey nə deyir?
Roşan fikrinin özü məsuliyyət nə deyir? Deyir ki, əgər burada Əl-Əhvazda inqilab olubdur, millət şəhərləri ələ keçirmək istəyirlər ki, haqqlarını alalar. Mən bu haqqı almaq tərəfdarıyam. Bu haqq üçün ya özüm də gedəcəm burada mübarizə eləyəm, ya da öz şəhərimdə mübarizə eləyəcəm dövlətlə ki, dövlət mənim şəhərimdə olan məmurların bura göndərə bilməsin. Bunları aradan aparmasın. Dünyada azadlığı belə yayarlar. Fikri belə yayarlar. Mənim məsuliyyətim bu ünvanı Roşan fikri budur ki, əgər görsən Bəluçistanda inqilab olubdur, millət şəhərlərin əllərinə alıblar. Ya Ərdəbildə, Təbrizdə, Urmuda, Zəncanda, Qəzvində, Həmədanda, Şəbistərdə, Xoyda, Parsabadda, hər yerdə insanlar durublar şəhərlərin əlinə alıblar. Bəluç Roşan fikrinin vəzifəsi budur ki, ya silahın götürəcələ Azərbaycanın köməyinə, ya da öz şəhərində başlaya bir işlər görə ki, dövlət buradakı məmurları bura göndərə bilmir. İndi bir dana bu İran var. Elə bir belə qarışıqlığı var. Beləsi qarışıqdır. Bu İran vardı. Burada bir Fars hökuməti var. Qarma-qarışıq bir Fars hökuməti var. Biri də Azərbaycanda deyirlər ki, burada tüm bir şey gedir, biz çıxmayacağıq. Qardaş, bacı, indi ki burada bu iş gedir, bunlar burada, Xorasanda, Bəluçistanda, Əl-Əhvazda, Bəndərdə, nə bilim, Şirmanda, Yəzdidə, Kaşanda, Tehranda davadadılar. Sənə böyük fürsətdir tarixdən istifadə eləyəsən. Sənin düşmənin 50 yerdə savaşır, 60 neçə şəhərdə savaşır sənin düşmənin. Sənin düşmənin imkanı yoxdur. Buradan sərbazların, polislərin, ittilatın bəsicisini yığa gətirə səni qoymaya istiqlal alasan. İndi sənə tarixi bir fürsətdir ki, deyəsən, tüm İranın və Farsların başı öz içlərində davaya qatışıbdır. Ha belə Bəluçla, Ərəb ilə, Türkəmən ilə, bunlarla savaşırlar. Mən burada qalxım ayağa. Çünki indi Farsın ən zəif günüdür. İndi əgər sən eləyə bilməyəsən vətənivin istiqlalı üçün çıxasan xiyabana, ey Roşan fikri Azərbaycanı, bundan böyük xiyanət yoxdur. Sən Roşan fikri Azərbaycanı deyilsən. Sən Roşan fikri Farsın. Buna görə ki, Fars mətbuatı, Fars kitabları, Fars hizbiləri, Fars Roşan fikri dinisi, Fars islah tələbinin fikrinin altındasan. O fikrin altından çıxıb fərqləri görənmirsən. Görmədiyi üçün də təhlil edənmirsən. Bu nəqşi İranı çək. Lütfən hər kəs öz kağızını götürsün, nəqşi İranı çəksin. Desin, hangi şəhərlərdə dövlət savaşır? Baxın, Tehranda savaşır. Kərəçdə savaşır. Mehrşəhərdə savaşır. İsfahanın tamam şəhərlərində savaşır. Əl-Əhvaz koldən yavaş-yavaş azad olur. Loristan bəxtiyarı azad olur. Savaşır yəni. Kəhgülov, Rəhmədov falan bunlar savaşır. Ərz edeyim xidmət sizə. Feylən Şirazda savaşmaq var. İsfahanda savaşmaq var. Nə bilim, Kirmanda, orada, burada, Rəşdidə savaşmaq var, şimalda. İndi, deyək ki, 70 səhərdə savaş vardı. Azərbaycan bu günləri, əgər 70 səhər İranın məcmuən 250 min deyək personeli olsa, Nirui Nizamisi olsa, polisi, bəsici, fəal olsa, bunları göndərsə bunların üstünə 60 yerə bölün. Deyin ki, 250 min polis, ittilaat, bəsic, ya sipah pasdaran, bölün 60, 70'ə, 70 dənə şəhərə. Hər şəhərə 3000 dənə yetişir. Hər şəhərə 3000 dənə polis yetişir. Təbriz var olsun o Təbrizə ki, 3000 polisin qabağından gələ bilməyəcək istiqlalını almaq üçün. Vay olsun o əhərin başına ki, 3000 dənə polisin qabağında dura bilməyəcəkdir. İndi əgər Tehran, Kərəc, İsfahan, Şiraz, Xorasan, Bəluçistan, Əl-Əhvaz filan bunlarda yazsalar, bunların virusu gələcək bura. 250 min tökülər Azərbaycanın üstünə. Biz bu sadəlikdə təhlili niyə düşünəmirik? Niyə dərk eləyəmirik? Bizim müşkülümüz hardadır? Onlar ki mədrəsəyə getməyiblər, dərs oxuyublar, düşünürlər, çıxırlar xiyabana. Onlar ki İran sistemində dərs oxuyublar, düşünmürlər, qalıblar burada.
Düşünməmizi dəyişək. O sistemi düşüncəni, o Fars şairi deyir ki, باید چشمها را شست دوباره دید نمر belə bir şey var. Gərək dubarədən yuxudan duraq, milli mənafeyinə baxaq. İranın nəqşəsini çəkək, şəhərlərin əksini çəkək. İran hökuməti 1 milyon ərteşi olsun belə. 1 milyon ərteşi 67 nəfər, 70 dənə şəhərin arasında bölsə, neçəsə Azərbaycana yetişər. Azərbaycanın hər şəhər, ağa 32 dənə ya 33 dənə ustan var. Belə 1 milyon dənə şeyi bölsələr, 1 milyon bu İranın sərbazı, vəzifəsi, nə bilim, polisi falan, hər nəmənəsi olsa, 1 milyon olsa, bölsəz 32 dənə ustanın arasına, hərəsinə 30 min yetişər. Mən baş yapıram. 30 min dedim, indi gələk bunu mən bir yerdə hesablayam, qələt elərəm, indi deyərlər ki, əvəzinki sözlərimə fikir verirlər, deyərlər ki, orada bir qələt amar verdin, İnsaf Əli besavadlı qələt amar verir. İnsaf Əli besavaddır. Amma besavadlığına görə də bu nəticəyə yetişir. İnsaf Əli üçün İran sistemində döşürə almayıbdır, bu nəticəyə yetişir. Hər halda bunu hesaplarsınız, özü çıxadarsınız da mən burada vaxtınızı almayayım. Onun üçün mən elə buradan da bir dostlardan istirdim bu günləri istəyəm. Xəbər yazılar deyərlər ki, İranda nə keçir? Onları xəbər yazsınlar, oturaq bahəm işləyək. Amma nəzərimə gəlir ki, indi 1 saat 10 dəqiqədir, 11 dəqiqədir. Əlbəttə bir 5 dəqiqədə bir vaxt başladıq. 1 saat 6 dəqiqədir ya 5 dəqiqədir ki, biz bu bərnaməni başlamışıq. İcazə buyurun, burada bir qısa ara verin. Sonra bir 2-3 dəqiqədən sonra yenə qeydaq, bərabər xəbərimizi işləyək. Yəni, İranda bugünkü xəbərləri görə heç olmasa bir-birimizlə danışaq, yazılaşaq ki, İranda nə xəbər getir və əgər dostların sualları olsa soruşsunlar, mən cavab verim. 2-3 dəqiqəcən qeydizəm tutmazsa. Lütfən getməyin, yəni istəyirəm belə deyəm ki, 2-3 dəqiqə durun ta bərabər bunu danışaq.